dostlar, necəsiz? Bugün də kənd həyatının gözəlliklərini sizlərə nümayiş etdirəcəm. Deyirlər ki, belə bir söz var, deyir insanı həyatda əsas 3 şey rahatladır. Biri suyun axar suya baxmaq, biri heyvan otlamasına baxmaq. Üçüncüsü də ana laylası olmalıdır, səhv eləmirəmsə, üçüncüsü dəqiqəmdə deyil. Və burada mən ikinci dediyimlə qarşı-qarşıyam. Budur qoyunlar. Qoyunları yaxından çəkək dostlar. Bizi biraz qorxaq heyvancılar, çəkingəndirlər, dostsevər deyirlər. Bəli, otlayırlar. Hər cür qoyun var. Aha, qorxdular. Hərəkətdə heyvanlı qoyun. Qoyun saxlamaq üçün gərək otlaq sahəniz olsun. Çünki qoyun və vaxtınız olmalıdır ki, qoyunları otarasınız, üstündə dayanasınız. Yoxsa belə çox çətin olur qoyun saxlamaq. Yəni, işgüzar adamlar və ya dövlət işində işləyənlər üçün qoyun saxlamaq çətindir. Çünki onlar evdə olmurlar və quru otla saxlamaq çətin olur da. Gərək götürsünlər, gəzsinlər. Gəzməyi sevən heyvandılar. Yəni, inək gördüyünüz kimi inəyimiz inək otarmasan da olar. Yəni, otarmaq daha da sərfəlidir. Necə deyim, yaxşıdır inək üçün. Çünki o da həmçinin gəzməlidir, götürməlidir. Ancaq qoyunlara nisbətən onun dözümü var da. Yəni, yeməsə gəzməsə, yox yeməsə, gəzməsə olar. Belə. Bugün daha yaxından baxın. Hə, dostlar, bugünlük bu qədər. Sağ olun, salamat qalın. İnşallah gələn görüşənəcək. Hələlik.